Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili müəllimi Lamiyə müəllimə. Bu gün sizə iki heyecanlı isimlərin son saatinin düşməsi haqqında məlumat verəcəm. İki heyecanlı sözlər mənşəyinə görə iki qrupa bölünür. Bir milli sözlər var, bir də alınma sözlər var. Milli sözləri birinci qeyd eləmişəm. Bura qeyd etdikləri milli sözlərdir. İçərisində bir dənə ağıldır ki, bu alınma sözdür. Amma ağıl da yalnız mənsubiyyət şəkilsi qəbul etdikdə son saitə düşən söz olduğu üçün burada qeyd eləmişəm. Amma fərqləndirilib ki, alınma sözdür. Deməli, bunlar milli sözlərdir. Hansılardır? Burun, çiyin, ağız, boyun, qoyun, oğul, qayın, ovuc, alın, beyin və qarın. Fikir verirsinizsə, bunların əksəriyyəti bədən üzvlərinə aid olan sözlərdir. Burundur, çiyindir, ağızdır, boyun, qoyun, qayın. İçərisində bir də, daha doğrusu ovuc. İçərisində bir dənə oğul və qayındır ki, bunlar bədən üzvlərinə aid olan sözlər deyil. Amma bunu da qaynımın oğlu belə qruplaşdırıb yadda saxlamaq olar. Bu sözlər ağılı çıxmaqla geri qalan hər biri milli sözdür. Bu sözlərin hər biri yalnız mənsubiyyət şəkilsi qəbul etdikdə söz kökündəki ikinci sait düşəcək. Burada diqqətli olaq. Bu sözlər alınma sözlərdən ona görə fərqlənir ki, alınma sözlərə həm mənsubiyyət şəkilsi artırıldıqda, həm də saitlə başlayan hal şəkilsi artırıldıqda sözün kökündəki ikinci sait düşür. İkinci söz qrupu, indi bunlar haqqında da məlumat verəcəm. Məsələn, zehin sözünə mənsubiyyət də artırsan bu i düşəcək, saitlə başlayan hal şəkilsi də artırsan bu i düşəcək. Amma birinci qrup sözlər, yəni bu sözlər, saitlə başlayan hal şəkilsi qəbul etdikdə sözün kökündəki ikinci sait düşməyəcək. Amma mənsubiyyət şəkilsi artırıldıqda söz kökündəki ikinci sait düşəcək. Baxın, burada da qeyd eləmişəm, bu sözlərə saitlə başlayan yalnız mənsubiyyət şəkilsi qoşulduqda ikinci heycadakı sait düşür. Yəni, hal şəkilsi artırıldıqda düşmür. Bunları əzbərləmək lazım deyil. Baxırıq ki, əksəriyyəti bədən üzvlərinə aid olan sözlərdir. Elə yadda saxlayaq ki, bədən üzvlərinə aid olan sözlərə yalnız mənsubiyyət şəkilsi artırıldıqda sözün kökündəki ikinci sait düşür. Nümunələr üzərində baxaq. Məsələn, ağlın sözü. Sənin ağlın burada mənsubiyyət şəkilsi ilə işlənib və ağıl sözünün kökündəki ı saiti düşüb. Amma mən bunu yəlik hallı və yaxud da təsiri hallı bir söz kimi işlətsəm, sözün kökündəki ikinci sait düşməyəcək. Məsələn, ağlın gücü. Burada ağıl sözün yəlik hallı söz kimi işlətdim və sözün kökündəki ikinci heycadakı sait qaldı, düşmədi. Çünki mən buna mənsubiyyət yox, yəlik hal şəkilsi artırmışdım. Əgər mənsubiyyət şəkilsi artırsam, məsələn, sənin ağlın. Burada mənsubiyyət artırdım. Artıq sözün kökündəki ikinci heycadakı sait düşəcək. Bu söz qrupu yalnız mənsubiyyət şəkilsi qəbul etdikdə söz kökündəki sait düşür. İkinci söz qrupu, bunlar alınma sözlərdir. Qəbir, deməli qədir, eyib, ətir və s. Bu sözlər həm hal şəkilsi, təbii ki, saitlə başlayan hal şəkilsi, həm də mənsubiyyət şəkilsi artırıldıqda sözün kökündəki ikinci sait düşəcək. Baxın, burada da diqqətli olun. Bu söz qrupuna, bu alınma sözlərə həm mənsubiyyət şəkilsi, həm də saitlə başlayan hal şəkilsi artırıldıqda söz kökündəki ikinci sait düşməlidir. Deməli, bunların birinci qrup sözlərdən fərqi odur ki, onlar yalnız mənsubiyyət şəkilsi qəbul etdikdə sözün kökündəki ikinci sait düşür. Amma bu sözlər həm mənsubiyyət, həm də saitlə başlayan hal şəkilsi qəbul etdikdə sözün kökündəki sait düşməlidir. Məsələn, şəklin sözünə baxaq. Sənin şəklin. Burada şəklin sözü mənsubiyyət şəkilsi qəbul edib. Sözün kökündəki ikinci heycadakı i saitə düşüb. Şəklin çərçivəsi. Burada da yəlik hal şəkilsi qəbul edib və yenə də sözün kökündəki ikinci sait düşüb. Bu hissədə müxtəlif formada suallar çıxa bilər. Məsələn, birinci sual belə ola bilər ki, fərqləndirilmiş sözlərdə hansında mənsubiyyət şəkilsinin işləndiyini əminliklə demək olar. Söhbət təbii ki, birinci qrup sözlərdən gedir ki, onlarda fərqləndirilmiş şəkilsi bütün hallarda mənsubiyyət şəkilsidir. Məsələn, bizdə variantlarda içərisində bir dənə
bədən üzvünə aid olan söz olacaq. Məsələn, çiynin. 2 dənə söz yazaq bura. Bir çiynin, bir də şəklin. Bu sözlər üzərində təhlil edək. Deyir ki, verilmiş sözlərdən hansında daha doğrusu fərqləndirilmiş şəkilçi, burada in fərqləndirilib, burada da in fərqləndirilib, bütün hallarda mənsubiyyət şəkilçisidir. Deməli, söhbət birinci söz qrupundan gedir. Çiynin sözündəki in şəkilçisi bütün hallarda mənsubiyyət şəkilçisidir. Biz bunu yəli hal şəkilçisi kimi düşünə bilmərik. Çünki bunlar o söz qrupuna aiddir ki, bunlar yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə sözün kökündəki sait düşməlidir. Baxın, çiynin sözündəki i saiti düşüb. Deməli, bu mənsubiyyətdir. Əgər bu yəli halın şəkilçisi olsaydı, belə olacaqdı. Çiynin. Sözün kökündəki ikinci sait düşməyəcəkdi. Deməli, fərqləndirilmiş şəkilçi bütün hallarda mənsubiyyət şəkilçisidir. Ya da sualı belə qoya bilər ki, hansı variantda fərqləndirilmiş şəkilçinin hal ya da mənsubiyyət olduğunu dəqiqliklə demək mümkün deyil. Deməli, söhbət artıq ikinci qrup sözlərdən gedir. Çünki onlar həm mənsubiyyət şəkilçisi artırıldıqda, həm də saitlə başlayan hal şəkilçisi artırıldıqda sözün kökündəki sait düşməlidir. Məsələn, şəklin sözündə buraya yazaq. Şəklin sözündə in şəkilçisi fərqləndirilib. Biz bu şəkilçinin mənsubiyyət ya da hal şəkilçisi olduğunu dəqiq deyə bilmərik. Çünki bu hal da ola bilər. Yəni, cümlə daxilində verilsə təbii ki, fərqləndirmək rahatdır. Amma belə sözləri, bu hissəyə aid olan sualları cümlə daxilində verilmir. Sözlər tək-tək verilir. Bu şəkilçinin mənsubiyyət ya da hal şəkilçisi olduğunu sizə dəqiqliklə deyə bilmirəm. Çünki ona görə ki, məsələn, bu birinci qrup söz qrupuna aid olsaydı deyəcəkdim ki, bu mənsubiyyətdir. Çünki onlar yalnız mənsubiyyət qəbul etdikdə sözün kökündəki sait düşür. Amma bu elə bir söz qrupuna aiddir ki, onlar həm saitlə başlayan hal şəkilçisi qəbul edəndə də sözün kökündəki sait düşür, həm də mənsubiyyət qəbul edəndə sözün kökündəki sait düşür. Şəklin sözünü tək verib. Mən bilmirəm ki, bu in mənsubiyyətdir yoxsa yiyəlikdir. Çünki hər iki halda sözün kökündəki ikinci sait düşür. Məsələn, ağlın sözünü desəydi, ağlın, rahatlıqla deyərdim ki, bu mənsubiyyət şəkilçisidir. Baxıram ki, sözün kökündəki sait düşüb. Axı bu yiyəlik olsaydı sözün kökündəki sait düşməyəcəkdi. Burada hər iki halda düşdüyünə görə mən bu şəkilçinin mənsubiyyət ya da hal olduğunu dəqiq deyə bilmirəm. Bir bu formada ola bilər sual. Başqa məsələn deyə bilər ki, hansı sözün adlıq halda işləndiyini əminliklə deyə bilərik. Təbii ki, söhbət birinci söz qrupundan gedir. Yəni, bu bədən üzvlərinə aid olan sözlərdir ki, onların adlıq halda işləndiyini ya da yəli halda işləndiyini əminliklə deyə bilirəm. Çünki onlar yalnız mənsubiyyət qəbul etdikdə sözün kökündəki sait düşür. Məsələn, ağlın sözü bütün hallarda mənsubiyyət şəkilçili yəli hallı sözdür. Bunu üzr istəyirəm, mənsubiyyət şəkilçili adlıq hallı sözdür. Bunu yəli hal şəkilçisi düşünə bilmərəm. Çünki sözün kökündəki sait düşüb. Bu yəli olsaydı sözün kökündəki sait düşməyəcəkdi. Amma sualı belə qoya bilər ki, hansı sözün adlıq ya da yəli halda işləndiyini əminliklə deyə bilmirik. Deməli, bu dəfə söhbət gedir ikinci söz qrupundan. Məsələn, şəklin sözü. Bu in şəkilçisi yəli hal şəkilçisi də ola bilər, mənsubiyyət də ola bilər. Çünki hər iki variantda sözün kökündəki ikinci sait düşür. Cümlə daxilində verilməsə, mən bilmərəm ki, bu şəkilçi mənsubiyyətli yoxsa yəli halın şəkilçisidir. Mənsubiyyət isə adlıq halda olacaq, mənsubiyyət deyilsə yəli halda olacaq. Bu söz qrupunda birinci və ikinci, bunların hamısını əzbərləməyə ehtiyac yoxdur. Yadda saxlayaq ki, birinci söz qrupu, yəni bunlar bədən üzvlərinə aid olan sözlərdir ki, onlar ancaq mənsubiyyət qəbul etdikdə sözün kökündəki sait düşür. Sualın şərti adətən belə olur. Məsələn, deyək ki, hansı variantda fərqləndirilmiş şəkilçi bütün hallarda mənsubiyyət şəkilçisidir. Biz bu zaman deməli birinci söz qrupu bədən üzvlərinə aid olan sözlərdən birini seçirik. Çox güman ki, orada burun, çiyin, ağız bədən üzvlərinə aid olan bir söz olacaq. Onu seçirik. Ya da deyə bilər ki, hansı variantda fərqləndirilmiş şəkilçinin hal ya da mənsubiyyət olduğunu dəqiq deyə bilmirik. Bu zaman ikinci qrup sözləri əzbərləməyə ehtiyac yoxdur. Biz həmin deməli variantlarda bədən üzvlərinə aid olan sözləri çıxardırıq, geri qalan variantı seçirik. Belə olanda artıq düzgün cavab çıxmış olacaq.